Herkese salam. Evimize, videomuza hoş gelmişsiniz. Gününüz aydın olsun. Her vaxtınız xeyir olsun. Bizdə sabahdır, indi siz bilmirəm günün hansı saat izləyəcəksiniz. Hamınızı salamlayıram. Videoma baxdığınız üçün təşəkkür edirəm. Minnət. Çox sağ olun. Abunə olmayanlar da kanalıma abunə olun. Bəyən düyməsini basmağı unutmayın. Hamınıza minnətdaram. İndi isə keçək bugünün işlərinə. Bugünün görək işləri nələr olacaq. Bugün istəyirik qaynımgilə gedək. Çoxdan da getmirəm. Qaynımgilə getmək istəyirik. Qaynımın oğlu Naxçıvanda oxuyur. Orada təhsil alır. Bu il ora qəbul oldu instituta. Ora getmək istəyir. O gəlib necə 15 günlük tətilə gəlib. İstəyirik indi gedib onu görək. Amma yoldaşım işdədir. Təbii ki, axşam getməliyik. Ona görə də mən bugün işlərimi görüm. Bir çox işlərim var. Yemək falan da bişirilməlidir. Yavaş-yavaş işlərimdən görüm. İnşallah akşam yoldaşım işten gelenden sonra gedəcəyik. Aşkım. Ne olub Zuzi? Donmusan kızım. Şokdasan. Gel Zuzi. Gel. Gel kızım gel. Mamanın yanına gel. Uşuna kupa. Ay gelmiş değilsen. Ay gelmiş değilsen. Oy oxşamayım. Niye kızım? Ters tarafından kalkmışsan, hə? Göçəyim. Gözəlim. Qəşəngim. Ay çiçəyim. Pis pis. Şənə quban. Nastroyenisi yoxdur, niyəsə keyfi yoxdur. Oxşanmaq istəmirsə bil ki, keyfi yoxdur. Ya yuxusu gəlir. Sen xalələrə baxmaq istəmirsən qızım. Mənə bax. Pis pis. Şənə quban. Dur. İndi dur be cəmaat yuxudan. Ay Zuzi sənə nə olub? Bax dişləmək. Eləmə. Dişləyəcək. Bax acığı tutur. Acığı tutur eləmə. Kızım. Mamoşu. 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 Bak seni belə tutarlar. Kızım. Videonu ki açıram orada səs gəlir də telefondan. O səsi eşidən kimi elə bir buna nəsə olur. Elə bir icazə vermirlər buna da üzü düşsün. Hə? Sən də qoymurlar qızım üzün düşsün. Başladı xoruldamağa. Deyirəm də yuxusu gəlir. Aşkım. Bembeyaz tüylüm. Oxşuyum seni. Oxşuyum seni. Oxşuyum seni. Bax, nətər uzanıb. Oxşuyum seni. Oxşuyum seni. Oxşuyum seni. Oxşuyum, oxşuyum. Bax, sadə deyil. Bax, uşaq kimi. Yatacaq. Yellənib yatan pişikdə mən ilk dəfədir görürəm. Dəniz həmişə balaca vaxtı elə eləyirdi. Beynində qalıb. Uşinin quban. Keçmişəm yemək işlərimə. Deməli, yemək hazırlayıram. Burada belə... Qoy, əlimdə şey var. Burada belə qriçka pörtlədirəm. Qriçka. Pörtlədirəm. Üzərinin də ətlə soğanın içəridə qovururam. Burada da düyü, makaron, biber, noxud, tomat, yağ, kartof, soğan, bir çox şeylər əlavə eləmişəm. Bulyon da indi əlavə eləyəcəm. Su pişirirəm içməyə. Anam su istəyir. İstəyir məncə su belə. Mədəm ağrıyır. Onun üçün su eləyirəm. Çerezat edi istəmirəm. Makaronlu və nə bilim düyülü su pişir. Onu içəcəm. Özümün də könlümə qriçka düşdü. Qriçka bişirirəm. Ay belə gedim içərisində orada da göstərim sizə. İçərisi deyirəm üzəri. Burada da toyuğun döşətidir, soğandır. Belə qəşəng qovururam. Qriçkanın üzərinə qoyub yeməyə.
Tomatını hələ əlavə eləməmişəm. Birazdan tomatını da əlavə eləyəcəm. Bu da burada. Yavaş-yavaş yeməyim bitsə evin bütün işi görülüb deməkdir. Evi də soranlayacağım. Daha sonra heç belə yavaş-yavaş işlərimizi... Ay Fidan yavaş. Qapısında yavaş-yavaş işlərimizi görək. Yeməyim bişdi, qutardı. Daha sonra belə biraz şabalıdım var idi kənddən gətirdim. Onu qoymuşam. İnşallah aş pişirəcəm nə vaxtsa. Bu yaxınlarda. Onda istifadə edərəm deyə şabalı daş. Onlar deyən indi də təmizləyib qoyacağım buzlamaya. Qazanımıza da fikir verməyin də demişəm. Yəni piraşka qızardırıq, nə bilim belə qara-quru işləri görürük. Bunda tərtəmizlik kimi feri ilə yuram. Sadəcə olaraq şu illərin qazanıdır. Bəzi ləkələr getmir. Belə yeməyim pişdi indi. Bu şabaldı da eləyim bugünün işləri siyahısında. Yox, hələ yox. Qaynasın biraz. Şabalda hələ nə qədər yumuşam. Elə palçıqlıydı. Yuyub suya attım. Yenə də suyunda suyu yox, yaxşıdır, təmiz. Qaynasın, aparım çıxardım. Yaxşıca qaynadı şabalıqlarım. Oturdum ki hamısını təmizləyim. Çox istidir. Bir də şabaldan hamısını sudan çıxartmaq olmaz da, bilirsiniz. Etdikcə məsələn 5 dənə, 6 dənə belə qoyuram. Qaşıqla onları təmizləyib yenidən isti sudan götürüb şabalıq qoyuram boş qaba. Çünki şabalıq suyu soyudusa o heç vaxt çıxmır qabığı. Çox isti deyənə bıçaqdan da kömək almışam. Bəzi yerlərin bıçaqla tuturam, çəkirəm. Belə hamısını yavaş-yavaş təmizləyim. Görürsünüz necə istidir, buxar çıxır. Artıq vaxtı keçirdi, heyf olacaqdı. Şabaldı çox saxlamaq olmur. Belə, yəni qabıqlı formada. Amma pörtədib xaladenkə qoyanda buzlamaya heç bir şey olmur, nə qədər istəsəz qalır. Hamısını hazırladım. Belə baxın. Tərtəmiz oldu. İndi 2 yerə böləcəm. Bu çoxdur. 2 yerə böləcəm. 2 dəfə aş pişirəndə istifadə etmək üçün. Biz yoldayıq. Artıq gedirik. Yoldaşım çox gec gəldi bugün. Ona görə qaranlığa qalmışıq. Olsun. Saat 7-yə qalıb. Gedək yavaş-yavaş. Yoldayıq. Biraz probkada var. Xırdalanın içində var idi. İndi bu yolda yoxdur hələ ki. Artıq yaxınlaşırıq. Çatmışıq. Burada elədir ki, həyat sönüb. Heç kim yoxdur. Amma xırdalanda gecə olanda həyat indi başlayır. Xırdalan tamam fərqlidir. Orada insan çoxdur. Yəni ora başqa bir abu-havadır da. Ama indi inşallah biz saraya köçəcəyik. Orada belə olacaq. Çünki elə buna görə də istəyirik yoldaşım da, mən də sakitliyinə görə, təmiz havasına görə, sıxlıq olmadığına görə. Belə lap azca qalıb qabaqçı evdə. Orada. Görmədim. Necəsiz? Ya deyəsə indi gəlirsən. Yox idi evdə. Bayaqdan yox idi. Yox, işim vardı, oraya getmişdim. Lap yaxşı. Həmə anı.
düşür. Neçə gün hələ burdasan? Az qalıb yoxsa? Ay, aman tanrım, aman. Salam. Salam. Gəlmişəm. Geldi çiçek kalıblar. Necəsən balam? Görüşmə mərasimi. Sağ ol qaqa. Çatmışıq. Artıq çay içdik, yemək hazırlıqlarına başlamışıq. İlkimin tutması. Mənim bu il balbalarım tərcə olub. Niyə? İsti oldu çok. Səndə bu da belə olub, bizdə də belə olub. 3-dən dənə yarpaq verir, uzanıb gedir hara. Bunu mən kestim orada. Skoşa var. Küstü ye, eləmə. Tezden bitirdik. Balbaların açmayıb. Arkada da isim kaldı. Bizimki tərcə olub, indi gözləyirəm yayı. Götürüb biraz bankaya qoymuşam, görüm nətər olacaq. Olacaq yaxşı olar. İnşallah. Nə bişirmisən, baxım yeməklərinə. Bu, aş bişirmisən? Bəh, bəh. Bu aş qarası. Ailənin kefidir. Bu aşımız. Bəh, 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 bəh. Yeyəcəyik. Bu nədir? Bu da tutmaq, bu da xiyar tutması. Çayniyin təzədir, təzə almısan? Mübarək. Ondan sonra görməmişəm. Görmüşdüm mən, yox görməmişəm. Əslində almışdım, hiç açmamışdım. Hələ, mübarəkdir. Salamat işlət. Qəşəkdir. Məndə də var idi, bu bir başqa rəngi. Da başka. Gedirik evimizə. Səsini al. Gedirik evə, çıxdıq axşam. Artıq gecdi, yuxumuz gəlir. Eltin belə mamama aş qoyub. Aş pişirmişdi qəşəng. Biz yedik, ona da boşqabda pay qoydu. Sağ olsun. Gedirik evimizə. Uşaqlar yatsın. Yorğundur. Aylin indidən yatmaq istəyir.